Rusya'da öldürülen Azerbaycanlıların sayı hesabı olmayacaktı. Rusya'da öldürülen Azerbaycanlıların sayı hesabı olmayacaktı. Nətər olur elə Özbəklərin bizdən də zəifdilər, Özbəklərin yatakxanasına girir, AMON bir neçə nəfərin boynunun dalına şillə vurub göndərdiyinə görə birbaşa nota, Özbəkistan Rusiyaya nota göndərir, nota. İndi isə Azərbaycanlılar kütləvi surətdə Rusiyada öldürülür, döyülür, bazarları baskın edilir bazarlarına və bütün kanallarda yayımlayır. İlham Əliyev də güya səfiri çağırdı, güya İlhamın nə bilim Xarici İşlər Nazirinə çağırdı, səfir. Nətər olur tu üzünə sənin İlham Əliyev? Nətər olur Özbək, iki dənə Özbəyin başının dalına şillə deyəndə Rusiyaya Özbəkistan prezidenti nota verir. Amma sənin 5 nəfər tanınmış adamını öldürürlər. Nə qədər yaralayırlar. Elə bircə yerdə 9 qadın yaralanır. Sən səfirin köməkçisini çağırıbsan Xarici İşlər Nazirinə, hələ bu da gerçəkdirsə. Ay kişi, ay qardaş, ay anam, ay bacım, bunun hamısını eləyən İlham Əliyevdir. Bunun hamısını İlham Əliyev elətdirir. Niyə görə bilirsinizmi? İlham Əliyev Avropa ilə yaxınlaşmalıdır. Avropa ilə yaxınlaşmalıdır İlham Əliyev. İlham Əliyev Avropa ilə yaxınlaşmalıdır. Dəyərli həmvətənlərim, dəyərli soydaşlarım, İlham Əliyev Avropa ilə yaxınlaşmalıdır. İranla tam qırğındadır İlham Əliyev. Qırğındadır. Birbaşa İran İlham Əliyevə cinayət işi qaldırıbdır. Ay ki, məndən soruşun deyim sizə. Azərbaycan kanalları yayır. Pezeşkiyənlə İlham Əliyevdən araşdırma tələb edir. Azərbaycan tərəfdən müdaxilə olub bu olmayıb. Nə olmayıb? Nə olub bu? Nə araşdırma? Birbaşa İranın əlində video görüntülər var. Özdə onlarla, yüzlərlə. Azərbaycan ərazisindən İran vurulubdur. Mən bunu savaş gedişatında demirdim, Azərbaycanımız hədəf alınmasın, Bakını bombalamasınlar. İndi açıq surətdə deyirəm, Azərbaycan ərazisindən F-35'lərdə qalxıbdır, kütləvi dron hücumlarda olubdur. Birbaşa kiber təhlükəsizlik mübarizə, radioelektronu barbada olubdur İrana qarşı. Mən bunu bilmədiyim şeyə qurt düşər. Mən bilirəm deyirəm bunu sizə. İranın əlində yüzlərlə, minlərlə subut var, üstəlik yüzlərlə Azərbaycanın ilə hakimiyyətinin, Azərbaycan xarici kəşfiyyatının İsraildən bir yerdə yetişdirdikləri ajanlar var, gedib İrana zərbələr vurublar. Zərbələr vurublar. Əziz həmvətənlərim, dəyərli soydaşlarım, ona görə İlham Əliyevin, İsrailin, Netanyahu deyirəm ona görə ki, Netanyahu İsraili təmin eləmir. Yəni, təmsil eləmir. Nə xalqını, Yahudiləri, nə də İsraili. Netanyahunun özü hədəfdədir İsrail, Yahudilər tərəfindən. Netanyahunun istəklərini tam qarşılaya bilməyən İlham Əliyev, Netanyahu ilə arası soyuyan İlham Əliyev, İranla da qırğın düşmən olan İlham Əliyev, Avropaya ehtiyacı var. Mən sizə dedim, dəyərli həmvətənlərim, necə ki Azərbaycanda bütün iş adamları, vurulan məmurlar, vurulmayan məmurlar, məmurlara bağlı iş adamları, hamısı, bütün daşınmaz əmlakının, daşınmaz obyektlərinin, fabrik zavodlarının hamısının maya dəyərinin 80%-nə də gəlirinin 80%-nə də, baxın, maya dəyərinin 80%-nə də, gəlirinin 80%-nə də İlham Əliyev sahibdir. İstəyir xaricdə olsun, istəyir daxildə olsun. Fabrik, zavod, ferma, nə otel, nə olur olsun, restoran. Qiymətinin də 80%-nə, gəlirinin də 80%-nə İlham Əliyev sahibdir. Və mən dedim ki, İlham Əliyev də Putinlə şərikdir, Putinlə. İlham Əliyevin Putinlə şərikdir deyə İlham Əliyevin sanksiyaya məruz qalması Putinin 100 milyardlar itirməsi deməkdir. Azərbaycanın Əliyevin sanksiyaya məruz qalması Azərbaycandan çox Putinin zərbə görməsi deməkdir. Mən dedim ki, ay millət,
Açın qulağınızı eşidin. Kütləvi surətdə Rusiyada Azərbaycanlılar vurulur. Kütləvi surətdə öldürülür. Bu birbaşa İlham Əliyevlə Putinin arasında olan danışığın, İlham Əliyevlə Putinin razılaşmasının FSB-yə verdiyi komandaların FSB-yə verdiyi göstərişin nəticəsidir. Deməli, kütləvi surətdə Azərbaycanlılar döyülməlidir. Kütləvi surətdə Azərbaycanlılar öldürülməlidir. Təkcə dünən 5 nəfəri keçib öldürülənlərin sayı. Və bütün medialar, müxalifət, qeyri-müxalifət, hamı Rusiyada Azərbaycanlılar öldürülür, baskı görür, döyülür, öldürülür, deportasiya. Hamı belə yazacaqmı? Hamı belə paylaşacaqmı? Oyda! İlham Əliyev bütün Avropa görəcək, sanki Rusiya ilə Azərbaycanın arasında bir konflikt varmış kimi Avropaya göstərmək istəyirlər bunu. İlham Əliyev Avropaya yaxın getmək istəyir. Rusiya ilə düşmənçilik, özü düşmənçilik eləyə bilmir. Xalqın öldürülməsinlə bağlı narazılıq yaradaraq Rusiya-Azərbaycan narazılıq konflikti fonunda Avropaya yaxınlaşmaq istəyir İlham Əliyev. Bax, ona görə İlham Əliyev öldürtdürür Azərbaycanlılar Rusiyada. Yalan deyirəmsə oğraşam, yalan deyirəmsə namussuzam, yalan deyirəmsə namusum itin olsun, yalan deyirəmsə. İlham Əliyev öldürtdürür Rusiyada Azərbaycanlıları. İlham Əliyev döydürür bazarlara, amonların baskını, FSB-nin baskını, hamısını İlham Əliyev Putinlə razılaşıb, elətdirirlər ki, dayanmadan efirlərimiz Rusiyaya qarşı yazsınlar, danışsınlar, baskı, ölüm, faciə, sanki bir Rusiya ilə biz düşmənik. Hakimiyyətlər düşmən ola bilmir axı. 56 maddəlik bunların dostluğu, qardaşlığı var axı. Allah kəssin elə dostluq, qardaşlıq. İndi nədir? İndi xalqların düşmənçiliyi fonunda Rus hökumətindən bizim xalqlara edilən baskı, öldürülmə fonunda İlham Əliyev Avropaya yaxınlaşmaq istəyir. Bildiniz də, Rusiya ilə bratsansa, xalqınla, ya hakimiyyətindən bratsansa, Avropa səni minir, sanksiya verir. Yox, Rusiya ilə ən azından özün bir balaca sərhəddi qoruyub xalqdan konflikt yaradırsansa İlham Əliyev kimi Avropaya tərəf gəlmək olur. Baxın ha! Siz məntiqi əsasdan, bax heç demirəm, aynı subutsa da demirəm, məntiqi əsasdan, mən düzmü deyirəm qardaşlar. Bax yazın, ya düz ya səhv. Ay, başınıza dönüm, yazın. Ay, nətər olur nətər olur O günləri göstərdim bir həftə, 10 gün qabaq hardasa. 2 dənə özbəyin başının özbək yataqxanasında. Özbəkləri çıxardığında başının dalına şillə vurmuşdu 2 dənə özbəyi. İkisini üçün də süründürüb çıxartmışdı. Özbəkistan prezidenti nota verdi Rusiyaya. Nətər nə? Bir gecədə 9 qadın yaralanıbdı. Evində yata-yata gecənin aləmində 9 ana bacımız yaralanıb. Körpələr yaralanıb. 5 nəfər də tanınmış şəxsiyyətli insanımız Rusiyada AMON-un baskısından öldürülüb. Nətər yana? İlham Əliyevdən səs çıxmır. Nota verən yox. Yalandan verirlər. Xarici İşlər Naziri demir ha, Rusiya səfiri. Rusiya səfirliyini nə bilim nə əlaqələr deyir, nə deyir. Onu çağırdılar deyir şeyə. Belə də bir narazılıq, balaca hakimiyyətə də balaca bir narazılıq yaratmağa çalışırlar ki, Avropa görsün, bu hakimiyyət də narazıdır. Səfirini çağırdılar Xarici İşlər Nazirinə güya pazlamağa. And olsun Allaha, Rusiyada bazarlara baskın elətdirən, ən çox millətimizi, necə deyərlər, millətimizi küçədə, bayırda, orada, burada tutturaraq cəbhəyə basıb öldürtdürən, millətimizi bazardan əlavə, millətimizi bax beləcənə gecə ilə baskın elətdirib öldürtdürən, bir gecədə 9 qadını yaralayan, 5 dənə ən tanınmış şəxsiyyətimizi, cavanlarımızı öldürtdürən İlham Əliyevdir, İlham Əliyev. Bax, indi baxın, bütün hamı başlığa nə yazır, bax. İstər müxalifət olsun, istər məni kimisindən başqa. Zəkadır, zəka. Beyindir bu, beyin. O da bax, qənimətin efirinə baxın. Mən bir həftə bundan qabaq, 3 gün, 5 gün bundan qabaq paylaşdırım, indi paylaşırlar. Hələ Əli bəy də çıxır efirə. Mən dedimsə, mənim sözümün qabağına söz demək mümkün deyil.
Mən dedimsə, mən doğrulardan hardan məlumat aldığımı bilirəm ha kimə. Mənim elə bil ki, Putinin yanına girib çıxan adamla belə əlaqə saxlayan adamım var. Mən nəsə yalan deyən oğraşa oxşuyuram. Mən ölkənin başına gəlmək, prezident olmaq istəyən adamam. Mən mənə gələn məlumatı Almaniya Devləti İstihbaratı məhkəmə qərarı var bu boyda. Mənim telefonum, mənim bütün evimin içini də dinləyirlər. Mən yalan danışan oğraşa oxşuyuram. 22 dənə məhkəmə, Almaniya tarixində elə bir şey olmayıb ki, bu qədər məhkəmələr verilsin, bu qədər dalından killerlər göndərilsin, bu qədər adam olmayıb. Mən bilmirəm mən nə danışıram, mən hansı güclərlə əlaqədəyəm.